Salam, axşamınız xeyir. Yəqin ki, çoxlarınız məni tanıyır. Mən Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovam. Bax, bu yaxşı maşını mən satmaq fikrindəyəm. Ona görə yox ki, bezmişəm. Ona görə ki, başqa maşına keçirəm. Ümumiyyətlə, mən iki maşını çox xoşlayıram. Modeli xoşlayıram. Toyota markasını və Honda markasını. Niyə? Bunların mühərrikləri ölməzdir. Bu maşınların dözümlülüyü həddindən artıqdır. Əgər siz mənim kimi bu maşına baxsaz və yaxşı yağ töksəz, nə yağı tökürəm onu məsləhət verəcəm sizə. 500 min, 1 milyon kilometr bu maşın gedəcək. Mühərrik də gedəcək, maşın da gedəcək. Kimlər üçündür bu maşın? Birinci növbədə təlim müəllimləri üçündür. Yəni, siz bilirsiniz ki, təlim maşınını deməli, avadanlaşdırmaq üçün vəsait tələb olunur. Ondan başqa bunu qeydiyyatdan keçirmək üçün müəyyən instansiyalar var. İnstitutlar rəy verməlidirlər. Artıq bu maşına rəy də alınıb, qeydiyyatdan da keçib. Çoxlu başqa cihazlar var, hansı ki, o barədə mən sizə danışacağım. Maşının dinamikası yaxşıdır. Maşını, deməli, kimsə deyə bilər ki, təlim maşınıdır da, yəqin anası ağlayıb. Nə danışırsınız? Nəinki anası ağlamayıb, onun heç özünü ağlamağa qoymamışam. Bu maşının dövrlər sayı 2000-dən, 2000 yarımdan ən uzağı heç vaxt keçməyib. Mühərrikin vəziyyəti belədir, yaxşıdır. Deməli, ümumiyyətlə bu illər ərzində 2009-un maşınıdır da, 2.4 mühərrikdir, 176 at gücüdür, qabaq çəkəndir. Bu isə cihazlar haqqındadır. Çox maşınlarda, təlim maşınlarında olmayan cihazlar var. Bax, bu sağdakı cihaz təlimçi üçündür. Yəni, o sürəti göstərir, gözünün qabağında sürəti göstərir. Yəni, baş qarışan kimi. Bu isə tələbənin o sürəti baxır və müxtəlif parametrləri göstərir. Sürücü üçün saat var, sonra kameralar var. Siz bilirsiniz ki, maşının stoykaları arxanı görməyə mane olur. Bu güzgü həm tələbəyə, həm siz özünüz sürəndə çox kömək edəcək. Sizə çox kömək edəcək. Deməli, iki kamera var. Biri müəllim üçün, sağda, aşağıda görürsünüz. Biri də tələbə üçün. Deməli, həm də Wi-Fi iləndir. İstənilən kadrları, maraqlı kadrları siz köçürdə bilərsiniz telefonunuza və efirə verə bilərsiniz sosial şəbəkələrə. 3 registrator var, güzgülər var, xüsusi güzgülər var. Siz bilirsiniz ki, əsas güzgünü müəllim görmür. Yuxarıdakı güzgü soldakı kör zonaları görmək üçündür. Bu sağda da, bu da var. Telefonla çəkiliş üçün cihaz var. Bu yağı tökürəm. Idemitsu Zepro 530 Yapon yağı, təmiz Yapon yağı yalnız motor servisdən tökülüb həmişə. 8-10 min kilometrdən gecikməyərək bu yağ istifadə olunub indiyə qədər. Nələr olunub? Deməli, yağ həmişə dəyişilir. Hidravlikanın yağını təzə dəyişmişəm. Motorun paduşkalarını təzə dəyişmişəm ki, yeni alan adam narazı olmasın. Bu da mühərrikin vəziyyətidir. Özünüz görürsünüz ki, 200 min getmiş maşının mühərriki sapsarıdır, qara deyil. Bir dənə qara hissə yoxdur. Ona görə sizə çox rahat olacaq. Bu maşının içidir, qabaq hissəsidir. Salondur, qabaq tərəfdir. Bundan başqa bir dənə şeyi yaddan çıxartdım. Təkcə təlim müəllimləri yox, həm də narahat adamlar var da. Narahat adamlar öz yoldaşlarına bu maşını götürə bilərlər ki, rahat ayaqlarının altında tormuz qaz pedalı olsun. Öyrənəndən sonra o pedalları çıxartmaq 50 manatdan çox deyil. Hər dəfə yağ dəyişəndə mən Emin Usta, hansı ki təkcə yağ dəyişmir, həm də maşından, bu maşından gözəl başı çıxır. Hər şeyini yoxlatmışam. Nə əgər əskiyi varsa, mütləq onu sürətlə dəyişmişəm. Maşının altının vəziyyətini görürsünüz. 2009-un maşınıdır, amma çürük adında bir şey yoxdur. Özüm də bax, altına hər dəfə girirdim, baxırdım. Nə əgər əskiyi varsa, Emin Usta və yaxud da ki, deməli, Elnur Usta və yaxud da Elxan Usta mənə deyirdilər ki, bunu dəyişmək vaxtıdır. Belə, deməli, qiymətlərlə maraqlananlar mənim WhatsApp-ıma yaza bilərlər.